Rusiya Silahlı Qüvvələri Sokarın Ukraynadakı yanacaq doldurma məntəqəsinə pilotsuz uçuş aparatları ilə zərbə endirib. İyulun 5-i axşam saatlarında Nikolay vilayətində yerləşən Sokar yanacaq doldurma məntəqəsi dron hücumuna məruz qalıb. Hücum nəticəsində yanacaq doldurma məntəqəsində partlayış baş verib. Zərbə nəticəsində məntəqənin binasına ziyan dəyib. Şirkətin məlumatına görə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, hava həyəcanı zamanı təhlükəsizlik təlimatlarına ciddi əməl olunması və sığınacağın mövcudluğu sayəsində daha ağır nəticələrin önə alınıb. Hücum zamanı bütün əməkdaşlar sığınacaqda olduqlarından xəsarət alan olmayıb. Qeyd edək ki, Rusiya ordusu son günlər Ukraynanın müxtəlif bölgələrində yerləşən yanacaq doldurma məntəqələrinə kütləvi hava zərbəsi endirir. Xatırladaq ki, ötən ilin yayında Ukraynanın Jitomir vilayətinin Berezina kəndində baş vermiş partlayışlar nəticəsində Azərbaycanın Sokar Enerji Ukrayna şirkətinə məxsus 2 yanacaq doldurma məntəqəsinə də ciddi ziyan dəymişdi.